Salam. Bildiyiniz kimi 1 iyun tarixində Dövlət İmtahan Mərkəzi 1-ci və 4-cü qrup blok fənləri əsasında qəbul imtahanı keçirdi. İmtahandan dərhal sonra Dövlət İmtahan Mərkəzi 1-ci qrup riyaziyyat fənnində bir səhv sualın olduğunu bildirdi və bildirdi ki, bu sual şagirdlərin xeyrinə hesablanacaq. Çox gözəl, alqışlar, alqışlayırıq. Bu o deməkdir ki, Dövlət İmtahan Mərkəzində, daha doğrusu Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda səhv sual olurmuş. 25 may tarixində Dövlət İmtahan Mərkəzi 2-ci, 3-cü qrup blok fənləri əsasında imtahan keçirmişdi. Bu imtahandan dərhal sonra günümüzə qədər biz, tarix müəllimləri, abituriyentlər, tarix fənni ilə bağlı etirazlarını bildirir. Bu etirazlar DİM tərəfindən görməzdən gəlinir, müəllimlərin səhv etiraz etdiyi bildirilir. Biz səhvik, DİM doğrudur. 1-ci qrup riyaziyyat fənnində isə özlərini səhv etdiyini etiraf etdilər. Dövlət İmtahan Mərkəzinin tarix fənni ilə bağlı problemi nədir? Dövlət İmtahan Mərkəzinin tarix müəllimləri ilə bağlı problemi nədir? Dövlət İmtahan Mərkəzinin tarix fənni ilə bağlı bir problemin olduğu artıq məlumdur. Niyə? Çünki Dövlət İmtahan Mərkəzi 2-ci və 3-cü qruplara eyni sualları salır. Hansı ki, 3-cü qruplarda tarix əsas fən blokuna daxildir, 1.5 əmsalla dəyərləndirilir. 2-ci qrupda isə əsas fən blokuna daxil deyil, tarix fənni 1 əmsalla dəyərləndirilir. Amma buna baxmayaraq, eyni suallar həm 2-ci qrupda var, həm 3-cü qrupda var. Niyə görə? Niyə görə tariximizə aid bir sual 3-cü qrupda daha dəyərli, 2-ci qrupda daha dəyərsiz şəkildə qiymətləndirilir? 3-cü qrupda 1.5 əmsal, 2-ci qrupda 1 əmsal. Nədir sizin tarixlə probleminiz? 1-ci qrupda nəzərə aldığınız riyaziyyat fənnindəki səhv sualı. Çox gözəl. Amma bununla kifayətlənmək olmaz. Bilirsiniz niyə? Şagirdimiz, abituriyentimiz o riyaziyyat fənnindəki sizin o sualınıza görə zaman sərf edib, vaxt sərf edib, stresə düşüb, əsəb keçirdib, yaza bilməyib, elə bilib ki, özü yaza bilmir, sualın səhv olduğunu düşünməyib, baxın. Yaza biləcəyi digər suallara da təsir göstərib də, onun o stresi, əsəbi, vaxt itkisi. Ona görə siz nəinki o balı verirsiniz, əlavə o səhv suala görə. Əlavə bal verməlisiniz. Etdiyiniz bu səhvə görə əlavə bal verməlisiniz şagirdlərə. Tək o suala görə bal yox, əlavə də bal verməlisiniz. 1-ci qrupda deyək ki, bunu nəzərə aldınız. Bəs 2-3-cü qrupların günahı nədir? Niyə 2-3-cü qrupun abituriyentlərinin tarix fənnindəki sualı dəyərləndirmirsiniz? Sual, yəni imtahan keçirildiyi gün, sualların səhv olduğu gün, aydın olduğu gündən bu günə qədər Telegram, Instagram, TikTok, YouTube, Facebook, YouTube kanalları, ən nəhayət televiziya kanallarına qədər bütün ölkənin gündəmində bu suallar yayıldı. Bütün ölkə gündəmi bununla çalxalanır. Amma Dövlət İmtahan Mərkəzi qəbul etmir sualların səhv olmasını. Allah Məhəmməd Tahir Vahidə rəhmət eləsin. Nə 2-ci Abbas, nə də Süleyman Məhəmməd Tahir Vahid barədə bu qədər danışmayın. Məhəmməd Tahir Vahidin kim olmasını onlar bəlkə də vəzifəyi təyin edərkən bu qədər araşdırmayıb. Amma biz tarixçilər bu Məhəmməd Tahir Vahidi oxumaqdan betər günə qaldıq. Bütün gün kitab oxuyur. Bütün gün Məhəmməd Tahir Vahid, Məhəmməd Tahir Vahid, Məhəmməd Tahir Vahid. Qardaş kişinin imkan vermir, rahat yatsın yerində. Allah Vahidə də rəhmət eləsin. Məhəmməd Tahir Vahidə də rəhmət eləsin. Dövlət İmtahan Mərkəzində insaf versin.